Dostunu öldürmədiyi üçün bir insan vicdan əzabı çəkərmi? Normalda bu sualın cavabı yox, çəkməz. Çəkməməlidir, olmalıdır. Ancaq əlimdə tutduğum bu kitab feili vacib şəklindən çıxarır, malı məli şəkilçisinin üstündən xətt çəkir. Söhbət Fransalı yazıcı və alim David Diop'un 2 beynəlxalq nüfuzlu mükafata. 2018-ci ildə Goncourt, 2021-ci ildə Booker mükafatına layiq görülmüş, mənim endirimlə cəmi 2 manat 57 qəpiyə əldə etdiyim, orijinaldan tərcümədə adı Ruhdaş, ingilis və ruscadan tərcümədə isə Qaranlıqda hər qan qaradır kimi tərcümə olunan bu romanından gedir. Proqramlaşdırmada stres test skriptləri var. Bu kiçik proqramlar ümumi sistemin möhkəmliyini, sabitliyini, qırılma nöqtələrini müəyyənləşdirmək üçün nəzərdə tutulur. Böyük layihələrin ən kənar vəziyyətlərini, harada büdrədiklərini, harada axsadıqlarını təyin etmək üçün yazılır. Məncə yaxşı yazıçılar da ədəbiyyat sahəsinin yaxşı stres testçiləridir. Bəşəri doğruları bu cür kənar vəziyyətlərə salır, insanı qaranlıq tərəfləri ilə üzləşdirirlər. Məsələn, hamımız bilirik ki, insan öldürmək olmaz. Bəs bu insan bağırsaqları çölə tökülmüş, ağrıdan tərpənə bilməyən, qardaş, silahdaş, ruhdaş dediyin əskərlik yoldaşıdırsa necə, səni ölmək üçün yalvarırsa necə, bu halda doğrularını tapdalamağa hazırsan. Elə bu vəziyyətə düşən baş qəhrəman Alfanın timsalında yenidən müharibənin 2 lüğəti olduğunu görürük. Bir cəbhə üçün şücaət və qəhrəmanlıq kimi təqdim edilən şey, digər cəbhə üçün vəhşilik olur. Və bu vəziyyət uzun müddət davam edərsə, səninlə eyni cəbhədə döyüşənləri belə qorxuda yora bilər. Şokoladların göy-gözləri və ya göy-gözlərin şokoladlara qarşı döyüşdüyü bu savaşda döyüşçüdən dağıdıcı qüvvəyə, qisasçıdan ölüm mələyinə çevrilmək çox asandır. Onsuz da döyüşün sonunda kəsilən qolların, axıdılan qanların hamısı qaralır. Kiçik həcminə baxmayaraq, yazıçının müstəmləkəçilik, irqçilik, şücaət, qəhrəmanlıq kimi mövzulara amansız baxışını, müharibənin dəhşətləri ilə başa çıxa bilməyən xəstə beynin təkrarlanan, oxucunu da hipnoz edən düşüncələrindən ibarət qara üslubunu çox bəyəndim. Bəşəriyyət üçün ən kənar vəziyyətlərdən biri, humanist olmaq üçün öldürmək ideyasını belə qan dondurucu şəkildə qələmə alması mənim kimi fərqli bədii həll axtarışında olan oxucuların xoşuna gələ bilər.